Amerikada çox önəmlidir sənin yaşadığın ərazidə məktəb reytingi yüksək olsun. Çünki məktəb reytingin yüksək olanda sənin başqa infrastrukturun da yüksək olur. Təhlükəsizlik baxımından, təmizlik baxımından Azərbaycanda necədir? İndi bilmirəm necədir. O vaxt bilirdim ki, yəni pullu adamlar yaşayan yerlər biraz yaxşı olur. Kasıb adamlar yaşayan yerlər biraz pis olur. Pis necə? Yəni baxımsız olur. Eyni hal həminki kimi buradadır, həm də Amerikadadır. Amerikada da yaxşı tax verənlər, yaxşı HOA fee verənlər, property tax verənlər, yəni bunların sizə açıqlayacağam nə deməkdir. O yerlər bəli, çox gözəl olur, yaxşı olur. Hə, məsələ burada nədir? Onu deyim sizə. HOA fee nə deməkdir? Home Owner Association. Bunlar yəni ev sahibləri assosiasiyası bir qurumdur, hansı ki bunlar həmin bu qazonun vaxtında qırxılması, küçənin təmiz saxlanması, küçə qırağında bordyorların korlanması, asfaltın cızılması və yaxud ağacın aşması, yağış yağanda suyun basması, bu tip şeyləri hər şeyi kontrol edən assosiasiyadır. Homeowner Association deyirlər ona. Onlar pullu assosiasiyadır. Onlar nə edirlər? Tutaq ki, sən evin qabağında ot var, HOA fee olan ərazidə yaşayırsan, sən evin qabağının qazonun, otun hər həftədə qırxmalısan. Birdən qırxmasın, bir həftə, 2 həftə və yaxud 1 ay, 2 ay otu qırxmasan, bu ümumi məhəllənin görünüşünə xələl yetirir deyə onlar səni cərimə edirlər. Təsəvvür elə, sənin öz evində səni cərimə edirlər. Bu necə bir şeydir? Otdur da, indi ot çıxıb, mən bunu niyə qırxmalıyam düşünürsən, amma belə deyil. Gözəlliyi var da, Amerika niyə gözəldir? Səbəb budur. Bu tip qanunlara görə Amerika gözəldir və bu tip qanunlara riayət olunur deyə Amerika gözəldir.